أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər vaxtınız xeyirli olsun, əziz dəyərli izləyicilər, əziz dəyərli möminlər. Həqiqi mən mövzusuna baxırsınız və ötən mövzularda da biz danışdıq bu barədə, insanın hədəfi nədir, insan hara çata bilər və sair və ilaxır və gəldik çatdıq nəfs mövzusuna. Nəfsdən danışdıq, nəfsin mərhələlərindən və bu mərhələlərin xüsusiyyətlərindən. Buraya da gəldik. Və dedik, nəticə olaraq nə dedik? Dedik ki, nəfs, yəni ki, ümumilikdə pis bir şey deyil. Ümumi qaydım deyib ki, nəfs pis bir şeydir, yox, bu belə deyil. Nəfsin əmmarə mərhələsi insanı pisliklərə bir növ əmr edir. Ritorik səslənsə də belədir. Bəs bundan əlavə olaraq axı xarici qüvvələr də var ki, insanı günaha təhrik edir. Var, bəli var. Buna biz deyərik ki, şeytan. Əvvəlcə bir suala cavab verək ki, şeytan deyəndə sırf iblis yada düşmür. Bəli, iblis şeytandır, amma şeytan tək iblis deyil. Yəni nə demək istəyirəm mən? Hədislərdə də var ki, deyir, kuzənin sınıq tərəfindən, misal üçün də qabın sınıq tərəfindən su içməyin, çünki orada şeytan oturur. Və yaxud da ki, biz Quran ayələrinə baxanda nə görə bilirik? Şeytan həm insanlardan olur, həm cinlərdən olur. Gördünüz, məsələ nə qədər belə deyək də ümumidir. Yəni xüsusiləşdirib ancaq iblis şeytandır, bundan bitdi, qurtardı, yox belədir. Bəziləri belə düşünür, amma bu məsələ belə deyil. Və qeyd etmək mümkün olar ki, əlbəttə ki də şeytana bir tərif versək. Yəni şeytan nə? Şeytan insanın mənəvi və maddi təkamülünə, inkişafına, düzgün inkişafına mane olan amillərdir. Bütün bu amillər nə adlanar? Şeytan. Bir tərif də belə verə bilərik. Bəs yaxşı, qayıdaq iblis mövzusuna. Belə deyək də bir növ baş şeytan. Baş şeytan. Bu iblis mövzusu kimi var idi. Biz Adəm əleyhissalam mövzusunda qeyd elədik ki, gəldi Adəmə səcdə etmədi. Allahın səcdə əmrini yerinə yetirmədi. Bəs nəyə görə Allah Təala iblisi məhv etmədi? Bir sual çıxırdı ortaya. Çünki Allah Təala məsələni ümumi baxırdı, hər tərəfli baxırdı. Məsələyə hər tərəfli baxır. Bizi kimi bir nöqtədən baxmır. Hər tərəfli baxır. Və buradan da belə qənaətə gələ bilərik ki, iblisin, şeytanın bizim həyatımıza müsbət rolu var. İndi sual olar ki, sən nə danışırsan burada? Yəni necə ola bilər ki, iblisin, şeytanın bizim həyatımızda müsbət rolu olsun? Bəli, olur. Ümumiyyətlə baxın, insan ki var, indi mən misallarla da izah eləyəcəm. İnsan ki var, onun potensialı nə zaman üzə çıxır? O zaman ki, sən bir situasiya ilə qarşılaşırsan, çətinliklə qarşılaşırsan və sənin bu potensialın üzə çıxır. Sən də bundan xəbərdar olursan. Yaxşı. Tutaq ki, bir şəxs misal üçün qaçanda hansı sürətlə qaçır? Tutaq ki, bir 30 ilə qaçır da, 30 sürəti ilə qaçır. Amma ki, onun arxasına it düşsə, nə bilim, qalxdı sürət 50-yə, 60-a. Elə insanlar var ki, deyir, arxamca it düşmüşdü, mən heç bilmədim o divarı necə dırnaşdım. Yəni çətin situasiyalar insanın potensialının üzə çıxmasına şərait. Və yaxud da ki, başqa bir misalla izah eləyərik. Bu daha mənim bəyəndiyim bir misaldır. Tutaq ki, bir müəllimdir, bir tələbədir. Müəllim nə edir? Tələbəni imtahan edir. Niyə görə imtahan edir? Öz elmi artsın. Yəni müəllimin öz elmi artsın? Yox. Elə deyil. Və yaxud da ki, müəllim xəbərdar olsun ki, qarşı tərəf mövzunu necə bilir? Yox. Bu tam da belə deyil. Bəs necədir? Müəllim imtahanla göstərmək istəyir ki, ey tələbə, sən bu mövzunu bu qədər bilirsən. Eləcə də
Rəbblə bəndə arasındakı münasibət də belədir. Nəinki Allah Taala, nəuzubillah, bilmək istəyir ki, biz nələrə sahibik. Onsuz da bilir nələrə sahibik. Sadəcə bizə göstərmək istəyir ki, ey bəndə, sən ki düşünürsən ki, mən təmizəm, pakam, məndə təkəbbürlük misal üçün yoxdur. Yox, amma bir situasiya ilə qarşılaşırsan ki, hə, görürsən ki, məndə təkəbbürlük var. Bəziləri deyir ki, peyğəmbər kimi yaşamaq üçün gərək belə deyək, dağlara, dərələrə çəkiləsən. Bir şəxs vardı, belə deyirdi. Amma peyğəmbərlərin özü, məsumların özü imamət cəmiyyətin arasında idi. O çətinliklərlə qarşılaşırdı. Amma ixlasla hərəkət edirdi, təqva ilə hərəkət edirdi. Bəli. Yəni Allah Taala iblisi məhv edə bilərdi. Amma niyə etmədi? Çünki biz ki, belə deyək də, o günahlarla şeytan gəlir, vəsvəsə eləyir və biz o vəsvəsəyə qalib gəliriksə, ucalırıq, inkişaf edirik. İnkişaf edirik. Yəni bizim mənəvi inkişafımıza da rolu var. Hətta bir sıra misallarla baxanda, situasiyalarla baxanda bizim maddi inkişafımızda da çox böyük rolu var. Yaxşı, məsələnin bir tərəfi. Bəs iblisin insan haqqında planı nə idi bəs? Cavab verə bilərik ki, iblis nəinki belə deyək də, Allaha qarşı qalxmışdı. Tək yəni o Allahla mübarizə aparmırdı ki. O Allahı qəbul edirdi. Onun Rəbliyini qəbul edirdi. Sadəcə deyirdi ki, mənə qarışma. Yaxşı. Və hətta biraz bilmirəm necə səslənəcək. Bəziləri ki, deyir Allah Taala yoxdur, nəuzubillah. Nə bilim meymundan əmələ gəlmişik və yaxud da Big Bang hadisəsi olub və sair və ilaxır. Darvinizmi buna misal gətirirlər. Belə deyə bilərik ki, heç iblisin özü Allahı inkar eləmir. İblisin özü Allahı inkar eləmir. Deyir ki, sən varsan, qəbul edirəm səni. Amma ki, gəlib mənim yəni bunu elə, bunu eləmə, bu məsələlərə qarışma. Və iblisin mübarizəsi Adəmlə, Adəm övladları ilə. İblis and içir ki, mən onları hamısını yoldan çıxardacağam. Quran ayələri. Hamısını yoldan çıxardacaq, ancaq ixlaslı bəndələrindən başqa. İxlaslı bəndələrindən başqa. Bir dənə mövzu da açmaq olar ki, ixlaslı bəndə necə olur? İnşallah ki, indi bu gələcəkdə qismət olar. Belə bir mövzu da açarıq. Bəs yaxşı. Bəs yaxşı. Şeytanın metodikası nədir? Yəni şeytan hansı üsullarla bir Adəm övladına yaxınlaşır? Ciddi mövzudur. Biz bilməliyik ki, bunu. Biz başa düşməliyik bunu. Yəni düşmənimizi tanımalıyıq ki, ona qarşı da tədbirlər tökə bilək. Birinci üsulu budur ki, vəsvəsə eləyir. İnsanın zehninə şübhə salır və yaxud da deyir ki, gəl bu günah elə və sair və ilaxır. Ayə var, bəli var. 43-cü ayə, üzr istəyirəm. Ərəf surəsinin 20-ci ayəsində Allahımız buyurur: beləliklə şeytan ayıb yerlərini onlara göstərmək məqsədi ilə vəsvəsə verib dedi: Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız. Nə oldu? Şeytanın bir işi oldu vəsvəsə. İndi bu ayədən çıxarış eləyə bilərik ki, şeytanın bir sıra işləri də var, bəli. Edə bilərik. 2. Şeytan yalan vəd verir. Yalan vəd verir. Yəni onlar o ağacdan belə deyək ki, yedi, mələyə çevrildilər. Yox. Nə etdi şeytan? Gəldi yalan vəd verdi. Şeytan yalan vəd verir, bəli. Deyir misal üçün 50 yaşına çatanda tövbə eləyərsən. Nə bilim, hələm gəncsən, cavansan, işini gör, yaşlananda tövbə eləyərsən. Elə insanlara cavab budur ki, o ki deyirlər, hələm mən gəncəm, hələm mən cavanam, hələm nə yaşım var mənim,
Qoy gəzim, dolanım, haramlardan istifadə edeyim, sonra düzələrəm. Birincisi, bir cavab budur ki, nə bilirsən düzələcəksən. Çünki ruhun halətindəndir o tövbə məsələsi. Tövbə qapısı bağlana bilər üzvə. Bir, bəli, bir. İkincisi, dünən olub keçib. Sabah nə bilirsən olacaq. Belə deyək də, zinət bil, belə deyək, önəmli bil bu ikisi arasında qalan, yəni bu günüvü. Bu günüvü zinət bil. Üçüncüsü, şeytan uzun arzular yaradır. Çox uzun arzular yaradır. Və bir çox zaman deyə bilərik ki, bu uzun arzular alınmayanda təəssüflənirsən, depressiya və s. Şeytan neynir? İnsanı bugünün belə deyək, dəyərindən uzaqlaşdırır. Sənin belə deyək də, xülya yaradır sənə. Yəni sən gəlirsən, inanırsan bəzi şeylərə ki, heç bunlar reallaşmayacaq. Yəni bəli, şeytan uzun arzular vəd edir. Siz mələyə çevriləcəksiniz. Neynədir ya? Bir arzunu saldı insanın, siz əbədi yaşayacaqsınız. Bəziləri var axı deyir, ölüm yoxdur. Daha doğrusu ölümdən sonra yoxdur. Şeytanın bir işi də neynir? Gəlir tövbəni təxirə salır. 50 yaşında tövbə eləyərsən. Hələm cavansan. Hələm nə yaşın var? Neynir? Tövbəni təxirə salır ki, cavabını da verdik biz bunun. 5-ci işi nədir şeytanın? Tədricən azdırır. Tədricən azdırır. Birinci kiçik günahdan başlayır. Sonra böyük günaha doğru aparır. Birinci kiçik günahdan başlayır, sonra gətirir imam qatil eləyir. Birinci kiçik günahdan başlayır, gətirir peyğəmbər qatil eləyir. Önəmli məsələ. Şeytanın bir işi də var, qəflət yaradır. Mən ayələri demirəm, çünki vaxtı da nəzərə alıram. İndi deyəcəm hardan oxuya bilərsiniz bu ayələri. Qəflət yaradır. Şeytanın bir işi budur ki, qəflət yaradır. Qəflətə salır səni. Allahdan uzaqlaşdırır. Şeytanın bir işi də var. Neynir? Məyusluq aşılayır. Bir iş alınmayanda, ayda bu iş niyə alınmadı? İlahi, mən sənə nə etmişdim ki, mənim bu işim alınmadı? İnsan başlayır nə etməyə? Ümidsizləşməyə, bir üst leveldə üsyan eləyir. Məyusluq hissi aşılayır şeytan. 8-ci nədir? Şeytan rəhmətdən naümiddir. Allah səni bağışlamaz, sənin günahların böyükdür. Sən ki, o qədər günah işləmisən. Ya daha vaxtından keçibsən, sən indi tövbə eləmək istəyirsən. Allah Taala nə deyir? Deyir, ən böyük günah nədir? Rəhmətimdən naümid olmaq. Hətta nə etmisən də da. Gəl tövbə elə. Gəl bağışla. Gəl mənə sığın. Allah daim buna səsləyir. Şeytanın bir işi də var. Neynir? Günahı bəzəyir. Günahı belə deyək də ləzzətli göstərir. Həqiqətindən uzaqlaşdırır insanı. Cazibədar göstərir. Və şeytanın bir işi də var. Günahı asanlaşdırır. Hamı edir, sən də elə. Sonra tövbə eləyərsən. Hamı edir. Bəzilərinin bunu deyim inşallah ki, bəziləri düşünür ki, filan misal üçün də şəxs hacca gedib, həccə gedib və yaxud da filan şəxs Kərbəlaya gedib, filan şəxs Məşhədə gedib və yaxud da filan şəxs namaz qılırsa, bunun bütün əməlləri salihdir. Belə şey yoxdur. Biz insanıq. Müəyyən səhvlər buraxa bilərik. Bəli, buraxa bilərik. Amma bu da ona gətirib çıxartmasın ki, bütün belə deyək də namaz qılanlara qarşı biz necə olaq? Bədgüman olaq. Bu özü böyük bir mövzudur. Əxlaq mövzularından, əxlaqi mövzulardan. Bu o demək deyil. Və yaxud da ki, bu ona gətirməsin ki, bütün insanlar çox üst leveldədir. Yəni belə deyək də, namaz qılanlar üst leveldədir. Və onlar bir səhv eləyəndə, hə, daha bizim gözümüzdən düşdü. Bizim üçün ən gözəl nümunə kimdir? Peyğəmbər və Əhl-i Beyt.
nübüvvət və imamə. Bunlar ən gözəl nümunədir. Ən gözəl nümunədir. Allah Taala bunları nümunə çəkir. Hansısa həcini, Kərbəlayını, nə bilim, eee, Məşədini və yaxud da hansısa namaz qılanı misal çəkmir. Bəli, mömin elə ola bilər ki, gəlib nümunə olsun. Ola bilər bu. Və Allah rəhmət eləsin, Hacı Şahinin gözəl bir sözü vardı ki, namaz qılırsansa hərəkətlər və fikir ver. Hərəkətlər və fikir ver. Çünki sən artıq bir növ insanların gözündə nümunəyə çevrilirsən. Hərəkətlər və fikir verməlisən. İnsanlar səni nümunə kimi görür. Düz deyirsən ki, ağa mən nümunə deyiləm də, mən bu nümunə olmağa layiq bir kəs deyiləm. Amma ki, insanlar səni nə edir? Belə görür. Bəli. Və dedik ki, şeytanın bir işi də var, günahı asanlaşdırır. Şeytan ümumiyyətlə neynir? Müəyyən mərhələlər şəklində bir kəs azdırır. Necə azdırır? Birinci vəsvəsə eləyir. Vəsvəsə eləyir ki, deyir, bir dənə ona bax. Baxdın tutaq ki. Baxdın, birinci vicdanın ikinci mərhələdə axı boğulur, belə deyək də, vicdan səsləyir ki, axı sən niyə görə baxdın ona? Buna deyirlər nəfs-i ləvvamə. İnsan bir səhv hərəkət eləyəndə, belə deyək ki, artıq o daxili səs deyirlər də buna. Daxili səsi səslənir ki, sən niyə bunu belə elədin? Hətta gecələr yata bilmir. Bir dəfə, iki dəfə. Bundan sonra artıq o vicdanın səsi boğulur. İkinci mərhələdə neynədi şeytan? Gəldi o vicdanın səsini boğdu. Yaxşı. Sonra başlayır bədənin üzvünü ələ keçirdir. Gözünlə baxırdın, deyirsən bir kəs çıxır qabağa, deyir ki, baxma da, günahdır, haramdır. Deyir, gözümə mane ola bilmir. Neynədi şeytan? Gəldi o gözü neynədi? Ələ keçirdi. Ələ keçirdi. Artıq sənin ixtiyarındadır. Sonra neynir? Sonra neynir? Gəlir bir mərhələdə yuxarı bütün bədəni ələ keçirir. Əvvəl gözünlə günah eləyirdin. İndi dilinlə millətə söz yarası vurursan. Dilinlə qeybət eləyirsən. Dilinlə yalan danışırsan. Əlinlə oğurluq eləyirsən. Yavaş-yavaş yayılır, o xərçəng xəstəliyi kimi bütün bədənə. Bir yerdən başlayır, artıq bütün bədənə yayılmağa başlayır. Sonra neynir şeytan? Artıq sənin özünü şeytana çevirir. Əvvəl belə deyək də şeytanlar səni azdırırdı. İndi sən özün şeytanın sırasındasan. Sən özün iblisin ordusundasan. Daha sən özün milləti azdırdırsan belə deyək. Bir insanın, bir Adəm övladının süqutudur bu 5 mərhələ. Nə oldu? Birincisi vəsvəsə, ikincisi vicdanın boğulması, üçüncüsü bədən üzvünün ələ keçirilməsi şeytan tərəfindən, dördüncüsü bütün bədənin şeytan tərəfindən ələ keçirilməsi, beşincisi özün, yəni bir insanın şeytanlaşması. Ondan sonra da iblis sənin bir növ iblis, şeytan səni buraxır. Şeytanlar səni buraxır. Daha onun ordusundasan da. Yaxşı. Şeytan deyirlər ki, hədislərdə də var, rəvayətlərdə də var ki, 4 tərəfdən hücum edir. Öndən hücum edir, arxadan hücum edir, soldan hücum edir, sağdan hücum edir. Öndən hücum edir, belə deyək də, indi bəzi misallarla izah eləyək bunu. Gələcəyə qarşı səni naümid edir. Və yaxud da ki, deyir ki, yoxdur, ölümdən sonra həyat yoxdur. Bunları aşılayır sənə, vəsvəsə eləyir. Və yaxud da arxadan hücum edir, Keçmişinlə bağlı məsələlərə səni bağlayır. Və sən keçmişdə belə olmusan, sən tövbə eləsən nə olacaq? Bağladı səni. Şeytanlar belə deyək. Şeytanlar sənə soldan hücum edir, günahlarını neynir? Gözündə böyüdür. Günahlarını gözündə böyüdür, Allahın rəhmətindən naümid edir.
Sağdan hücum edir, yaxşılıqlar vur gözündə böyüdür, səndə təkəbbürlük, ucub, kibir xüsusiyyətləri bir növ aşılayır. Bəs necə bu, eee, məngənədən çıxmaq olar? Necə şeytana qalib gəlmək olar? Birincisi budur ki, Allahı zikr etmək. Zikr etmək biz izah vermişdik ki, tək yəni ağızla ya əlhəmdülillah, subhanallah, Allahu əkbər. Yox, bu belə deyil. Situasiyaya baxanda sən Allahı görə biləsən. Hər bir işini ixlasla Allaha görə edəsən. Vaxtında edəsən. Bəli, şeytan gəlir, dinlə də insanı azdıra bilir ha. Bu da önəmli bir məsələdir. Tutaq ki, müstəhəb namaz qılmaq istəyirsən, ana da səni çağırır. Ana səni çağırır ki, övladım mənə su ver, deyirsən namazı qılıb gəlib verərəm. Şeytan azdırdı səni. Bax gör hansı vacibdir, hansı iş vacibdir, onu yerinə yetir. Ən mühüm nədir? İnsan onu tapmalıdır həyatında. Və şeytandan, o şeytanın məngənəsindən qurtulmaq üçün dedik birincisi zikr etməkdir, ikincisi insanın belə deyək təqvalı olmasıdır, ixlasla hərəkət eləməsidir, Allaha görə hərəkət eləməsidir, bütün işlərini Allaha görə görməsidir, bütün situasiyalarda Allahı tapmasıdır və üçüncüsü budur ki, insan nəfsini tanısın. Nəfsini tanımalısan sən. Bilməlisən ki, harda zəif nöqtən var. Belə deyək, vaxtımız da azalır. Qısa tutacağam bunu. Səhv etmirəmsə ötən mövzularda demişdim mən bunu. İnsan özünü mühasibə etməlidir. Hər gün yatmamışdan qabaq 10 dəqiqə qabaq özümüzü mühasibə edək. Mənim bu səhv hərəkətim olub və yaxud da bu yaxşı hərəkəti eləmişəm, əslində bunun arxasında nə yatırdı? Allaha görə etmişəm, yoxsa təkəbbürlükdən etmişəm, yoxsa riyadan etmişəm? Bunu müəyyənləşdirmək lazımdır. Biri bu. İkincisi, ikinci mərhələ daha doğrusu, ikinci işimiz budur ki, müşaritə. Dünən ki özümüzü təftiş eləmişdik, bu gün səhər belə deyək də, yuxudan duranda sübh namazından sonra Allahla əhd peyman bağlayaq ki, İlahi sən mənə kömək ol, mən bu səhvləri bu gün buraxmayım. Üçüncüsü budur ki, müraqibət. Yəni ki, insan ta sübh namazından yatana qədər özünə nəzarət etsin və gündəlik bu işi yerinə yetirsin. Hətta Əhl-Beyt əleyhissalamdan hədislər var ki, bu işi yerinə yetirməyən bizdən deyil. Çox önəmli mövzulardır, əlbəttə ki də. Və şeytanın müasir dövrdəki əsas metodikası isə, əsas taktikası isə budur ki, bəzəmək. İblisin taktikası belə deyək ki, budur ki, müasir dövrdə bəzəyir. Günahı başqa cür göstərir. Əxlaqsızlığı əxlaq kimi göstərir. İffətsizliyi iffət kimi göstərir. Bu önəmli mövzular. Deyir, oğru elə bağırdı ki, doğrunun bağrı çatdı. Bax, bu mövzu belədir. Şeytan bəzəyir ha, diqqətli olmaq lazım. Çox önəmli bir mövzudur. Özümüzü tanımalıyıq, nəfsimizi tanımalıyıq. Bizim özümüzdə də bir hərəkət olmalıdır əlbəttə ki də. Özümüzü tanıyaq, düşməni tanıyaq. Çünki bu səfər, yəni ki, biz A məntəqəsindən B məntəqəsinə doğru ki, hərəkət edirik. Çətin səfərdir, keşməkeşli səfərdir. Və insan çalışmalıdır ki, özünü tanısın. Bugünkü mövzumuz da bu qədər idi. Sağ olun, salamat qalın. Allah sizi qorusun. İnşallah ki, gələn mövzularda görüşənə qədər. Təşəkkür edirəm.